Dur gəl, tapmışam. 4 otaq. 4 dənə otaq. Evimiz var budur. Yerləşmə yeri, əladır. Deməli, Maştağada yox, Üzüm Məmmədiyarov dairəsindən, Kirov dairəsinə gedən yolun üstündə Palma Market var. Bax, ora yaxın bir məsafədə belə bir 4 otaqlı, deməli, içi 100 kvadratdır. Çöldən çölə nə qədər idi? 120-dir, 130 kvadrat. Ya bir dənə bu evin arxasını çəkək göstərək. Bu tarçovka vurulubdur, hörmətli izləyicilər. Rəngi qalıbdır. Rəngi qalıb. Hə, qurusun. Bax, bir dənə çək görsət. Hasardan görsən nə qədər ağır oldu. Çox qəşəng, səliqəli yerdir. Sakit, havası təmiz. Qiymət də münasib 96.000 manata deyilir. Sənədləri qaydasındadır. Həyətində aman tualeti. Bir də ki, bax, dərin iki tərəfli zirzəmisi var. Bu soyuq havada gəlmişik seyf çəkməyə. İkinci zirzəmisi də budur. 3 yataq otağımız var. Kim alsa Allah xeyir versin, aşağı yeri olacaq. Yerləşmə yeri yaxşı, əla. Evimiz var, belə kürsülüdür. Xırda-xırda işlər qalır, bunlar boş şeydir. Əsas odur, evimiz keyfiyyətlidir. Həm keyfiyyətlidir, həm də yerləşmə yeri əladır. Buyur. Döşəməsi laminatdır, açıq rəngli qapılar, aboylar. Baxaq birinci mətbəxə. Mətbəximiz belə qəşəng. Və 3 dənə yataq otağımız. Hamı 4 otaqlı istəyir. 4 otaq. Bu da qonaq otaqlı. Genişdir. Yəni hər cür divan, kreslo, mebel bura yerləşəcək. Tvistən, hə. Burada tvistən də olacaq. İndi xırda-para işləri qalıb. Mətbəxinə baxdıq. Baxaq. Uşaq yataq otağı. Ən balaca otağı budur. Kombi xətləri çəkilibdir. İkinci yataq otağıdır. Pəncərələr hamısı işıqlıdır, çünki qabağında heç nə yoxdur. Burası sanuzeldir. İndi bax, stipoldur. Burada 3-cü yataq otağıdır. Hər yerdə açıq rəngdə aboydur. O da yaxşıdır da, evlər işıqlıdır. Hətta koridorda belə qəşəng işıqlıdır. 2 sotun içindədir. 96.000 4 otaq. 3 otaq yox ha, 4 otaq. 4 otaq retki olur, satışa çıxır. Özdə bu qiymətdə, yəni qiymət söhbəti var. Yerləşmə yeri də əladır, evdə hamı yaşayır. Hamısı da evlərdir. Kim alsa Allah xeyir versin, sağ olun.